Bugün legal xəbərin qaynar xəttinə daxil olan şikayətlərdən biri də əlillərin idarə etdikləri avtomobillərin parklanması məsələsində üzləşdiyi problemlərlə bağlıdır. Legal xəbərə müraciət edən əlillər bildirirlər ki, onlar üçün parkinqlər yox dərəcədədir. Əlillər üçün parking yeri yoxdur. Əlillər üçün parking yeri olması üçün əlil yerdə gərək parking yeri görsün. Əgər yerdə park işarəsi yoxdur, əlil işarəsi yoxdursa, əlil maşınları da saxlamalıdır. Direğin başında, lövhənin başında saxlamayacaqdır. Yoxdur park. Yəni asfalt yolda çəkilməlidir. Bəli, əlil park yerində, asfalt yerdə nişanı olmalıdır və əlil də orada saxlamalıdır. Onun bilməli ki, onun yeridir. Bunlar da əsas olmalıdır. Mağazaların, balnisa, xəstəxanaların, apteklərin qarşısında yoxdur heç birində. Gəlin, baxın, axtarın, tez yerdə tapa bilməzsiniz. Bu da onun nədən idarə gəlir? Əslində bunun bir ucu gedir Milli Məclisə, deputatlarımıza. Onlar gərək əslində çıxartmışdılar. Pullu olmağı Milli Məclisin qərarı ilə olmalıdır. Amma parking yerinin olmamağı birbaşa aynanın səlahiyyətindədir və ayna buna icra eləmir. Onlar əlillər üçün parklama yerlərinin ödənişli olduğunu və bunun yanlış olduğunu bildirirlər. Sözü gedən məsələ ilə bağlı yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanuna uyğun olaraq təşkil edilən parklama yerlərinin 5%-i bir parklama yerindən az olmayaraq əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılan parklama yerlərində yalnız əlil avtomobil nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər. Ümumiyyətcə, əlillər dünyanın hər yerində imtiyazlı zümrə hesab olunurlar. Bunların cərimə ödəməsi və yaxud ödəniş edilməsi nə dərəcədə məntiqə uyğundur ki? Əlillər deyəndə əlilləri dövlət avtomobillə təmin edirsə, avtomobil verirsə, bunlardan gələn gəlir nə qədərdir ki, bunlar yəni dövlətə bu qədər zərər vermiş olsunlar? Məncə məntiqli deyil. Əlillər yəni hesab ödəyəcək zümrəyə aid olan insanlar deyil. Adı çəkilən problemlə bağlı millət vəkili Fazil Mustafa legal xəbərə belə münasibət bildirdi. Bütün mədəni ölkələrdə əlillər üçün işarə qoyulur. Hətta ayaq yolunda belə əlilin yeri ayrıdır. Hətta bir park salmadan başqa digər ictimai yerlərin hamısında əlil üçün ayrıca yer nəzərdə tutulur. Bu tamamilə absurddur, bu edilməlidir və bir borcdur. Yəni bu borcu yerinə yetirməyən konkret məmurların məsuliyyət məsələsi qaldırılmalıdır. Çünki qanunvericilikdə də bu istiqamətdə birmənalı göstəriş var və hər hansı bir şəxsin hansısa bir şəkildə bunu bir laqeydliklə qarşılaması, yaxud da hansısa bir bu istiqamətdə boynuna düşən öhdəlik yerinə yetirilməməsi yol verilməzdir. Problemlə bağlı Aynanın mətbuat katibi Tural Orucov hər zamanki kimi verdiyimiz sualları tam cavablandırmaqdan yayındı və özünə məxsus şəkildə şablon cavablarla kifayətləndi. Vüsalə Nəciyeva, Legal Xəbər.